Gözdə bir balaca meyil var. Neçə? Bax, beləcə. 2, 5, Bəs ikisi bir yerdə? 7. 25! 25! Başa düşdü! Davay. 25. Ha, 25. Balades, sən çaldın, sürdün. Salam Seymur TV izləyiciləri. Bugün sizə Mozalan haqqında elə şok və gizli faktlar danışacağıq ki, bəziləri illərlə arxivlərin dərinliklərində gizli saxlanılıb. Hazır olun, çünki eşidəcəkləriniz sizi həm təəccübləndirəcək, həm də düşündürəcək. İlk və ən şok həqiqət. Mozalanın bəzi bölümləri ümumiyyətlə yayımlanmayıb. Bəli, bu sadəcə şayə deyil. Bu epizodlar çəkilib, montaj olunub, hətta efirə hazır vəziyyətə gətirilib. Amma son anda qərar dəyişib. Səbəb? Həddindən artıq cəsarətli mövzu var. O dövrdə bu cür açıq mesajlar vermək riskli idi və nəticədə bəzi bölümlər heç vaxt tamaşaçı qarşısına çıxmayıb. Daha da maraqlısı isə budur ki, bu itirilmiş epizodların bəzilərinin taleyi hələ də məlum deyil. Deyilənə görə bəzi kadrlar ya məhv edilib, ya da o qədər gizli saxlanılıb ki, bugün belə tapmaq mümkün deyil. Bu isə Mozalanı təkcə komediya yox, həm də sirli bir layihəyə çevirir. İkinci şok fakt. Mozalanın bəzi süjetləri o qədər real idi ki, konkret qurumlar və vəzifəli şəxslər özlərini həmin obrazlarda tanıyırdı. Bu isə bəzən ciddi narazılıqlara səbəb olurdu. Hətta elə hallar olub ki, müəyyən epizodların yayımlanmasından sonra arxada ciddi müzakirələr və təzyiqlər yaranıb. Haqlısan. Əgər biz bir-birimizdən anonim məktub yazmağı yerə qoymasaq, inanın ki, batarıq. Gəlin belə edək, Qurana əl basıb and içək ki, bugündən biri-birimizdən anonim məktub yazmayacaq. Gəlin and içək. Başqalarından necə? Yazmaq olar? Olar. Bax, mən bu Qurana əl basıb and içirəm. Bundan sonra bir kəlmə sizin barənizdə yaxşılığa, ya pisliyə yazan köpəyoğlu da öz payına. Öz payına. Öz payına. Öz payına. Yaz oğul, yaz. Yaz ki, hörmətli yoldaş prokuror. Həkim Yunusov dünən xəstələrin palatasından çıxartdığı kondisioneri apardı evlərinə. Yaz oğul, yaz. Mən də özüm yaza bilmərəm. Qurana and içmişəm ama. Vay. Yaz. Bəs aktyorlar? Onlar sadəcə rol oynayırdı? Xeyr. Çəkilişlər zamanı bəzi aktyorlar real qorxu hissi keçirirdi. Çünki onlar anlayırdı ki, səsləndirdikləri sözlər sadəcə ssenari deyil, bu cəmiyyətə verilən açıq mesajdır. Və o dövrdə bu cür mesajlar hər zaman təhlükəsiz sayılmırdı. Mozalanın ssenariləri çox ciddi nəzarətdən keçirdi. Hər bir söz, hər bir səhnə yoxlanılırdı. Amma buna baxmayaraq, yaradıcı heyət mesajları elə ustalıqla gizlədirdi ki, ilk baxışda sadə yumor kimi görünürdü. Amma diqqətlə baxanda dərin məna ortaya çıxırdı. Bu Mozalanın əsas gücü idi. Bəzi epizodlarda istifadə olunan simvollar və gizli işarələr isə bugün belə araşdırılır. Sadə bir səhnənin arxasında bəzən böyük bir tənqid gizlənirdi. Tamaşaçı gülürdü, amma eyni zamanda düşünməyə məcbur qalırdı. Ən maraqlı məqamlardan biri də odur ki, Mozalanın bəzi bölümləri yayımlandıqdan sonra insanlar arasında böyük rezonans doğururdu. Bəziləri gülürdü, bəziləri isə narahat olurdu. Çünki hər kəs anlayırdı, burada danışılanlar uydurma deyil, real həyatın özüdür. 20 qəpik də puldur axı. Məsələn, 20 qəpiyə 1 kilo çörək almaq olar. Özü də seri. Bəli. Yoldaş müdür, 3 manat 40 qəpiklik toyuldu bu. Zəhmət çək bəlki. Hər yan tərtəmizdir. Nə qədər silib süpürmək olar? Benim 2 qat olub ki. Nə ola? Sağ ol. Gəl içəri, gəl. Hoş gəlmisən. Sağ olun. Nuş olsun, nuş olsun. Müfəttişlər, gəlin dalımca. Qardaş, bəsdir də. Yaxşı sizi nə qədər anladıblar? Həmən heç bir şey. Bir abbası. Mənim 40 qəpiyimi kəsiblər. Amma mənim heç bir şikayətim yoxdur. Belə geçsə bu qədər adamı necə yetizdirib mən? Qardaş, mənə heç nə lazım deyil. Buyur götür, bəlkə qonağın çox oldu. Qardaş, al bunu da. Lazımın olar. Çox sağ ol. Bu toğu da uşaqlar üçün qızardardı. Sağ ol. Həmişə qulluğunuzda hazıram.
Bir çox sujetlər real hadisələrdən götürülürdü. Rüşvət, səhlənkarlıq, məsuliyyətsizlik, bürokratiya, bütün bunlar açıq şəkildə deyilməsə də, hər kəsə aydın idi. Mozalan bu problemləri birbaşa yox, dolayı yola göstərirdi və məhz buna görə təsiri daha güclü olurdu. Digər az bilinən fakt isə budur ki, bəzi epizodların ssenariləri son anda dəyişdirilirdi. Çünki ilkin variantlar çox açıq hesab olunurdu. Buna baxmayaraq, yaradıcı heyət yenə də əsas mesajı qoruyub saxlamağa nail olurdu. Və ən düşündürücü məqam, bugün Mozalana baxanda görürük ki, illər əvvəl gizli şəkildə göstərilən problemlərin bir çoxu hələ də aktualdır. Bu isə onu göstərir ki, Mozalan sadəcə öz dövrünün deyil, bütün dövrlərin layihəsidir. Mozalan sadəcə güldürmürdü, o düşündürürdü, cəmiyyətə güzgü tuturdu və ən əsası, qorxmadan həqiqətləri deməyə çalışırdı. Bəlkə də elə buna görə bəzi bölümlər gizli qaldı. Bəlkə də buna görə bəzi kadrlar yoxa çıxdı. Amma bir həqiqət dəyişmədi. Mozalan Azərbaycan kinosunun ən cəsarətli və ən yadda qalan layihələrindən biri olaraq qalır. Əgər bu cür şok və maraqlı faktların davamını istəyirsinizsə, videonu bəyənməyi, kanala abunə olub, bildirişləri açmağı unutmayın. Seymur TV ilə ən gizli qalan həqiqətləri birlikdə kəşf edəcəyik. Ay yoldaş, bura gel. Bağışlayın. Orada vagonlar yerin altında özü için o yana gidir, bu yana gidir, o yana gidir, bu yana gidir. Ha? Ha. Yani sen pillekanların üstünde, pillekan seni kaldırır. Yukarı, aşağı, yukarı, aşağı. Ha? Bəli. Hamı deli değil. Bu yana gidir, o yana gidir, bu yana gidir, o yana gidir. Ha? Bura bax. Bakıda neçə ildir metro işləyir. İndiyə qədər metroya minməmsən? Hə? Niye ki? Koyursuz ki